قال فيها النبي صلى الله عليه وعلى آله وسلم. Şeyh İbn Hüseymin, Allah ona rəhmət eləsin, Zilhiccənin ilk 10 günü barəsində danışır. Allah elçinin sallallahu aleyhi ve sellemin hədisini gətirir. ما من أيام العمل الصالح فيهن أحب إلى الله من هذه الأيام العشر. Belə ki, Allah elçisi sallallahu aleyhi ve sellem buyurur ki, bu günlərdə edilən salih əməllər Allah Taala'ya digər günlərdə edilən salih əməllərdən daha sevimlidir. Yəni bu günlər qədər sevimli olan günlər yoxdur ki, salih əməl daha sevimli olsun. Belə bir gün yoxdur. Ən sevimli günlər bu günlərdir. قالوا ولا الجهاد في سبيل الله قال ولا الجهاد في سبيل الله. Soruşurlar ki, hətta Allah yolunda olan cihaddan belə, deyir ki, bəli, hətta Allah yolunda olan cihaddan belə. Yəni bu günlərdə edilən salih əməl digər günlərdə edilən, hətta Allah yolunda olan cihaddan belə daha sevimlidir. إلا رجلا خرج بنفسه وماله فلم يرجع من ذلك بشيء. Yalnız o kişi istisnadır ki, canı ilə və nəfsi ilə, malı ilə çıxır, lakin heç nəsiz qayıdır. Yəni şəhid olur. وبناء على هذا الحديث الشريف ينبغي لنا أن نجتهد في الأعمال الصالحة في هذه الأيام العشر. Bu hədisə binaən, bu hədisə əsaslanıb bizə yaraşar ki, bu 10 günlərdə salih əməlləri artıraq ictihad edək. من الصيام والذكر وقراءة القرآن. Oruç tutmaq, zikr etmək, Quran oxumaq. وكثرة الصلاة والصدقة. Çoxlu namaz qılmaq, sədəqə vermək. والإحسان إلى الخلق وغير ذلك. Məxluqata yaxşılıq etmək və digər əməllər. وآكد أيامها في الصيام يوم عرفة. Bu günlərdə oruç tutulması ən təkidli olan gün Arafa günüdür. النبي صلى الله عليه وعلى آله وسلم سئل عن صوم. Belə ki, Allah elçisi sallallahu aleyhi ve sellem Arafa günün orucu barəsində soruşulub. يوم عرفة فقال أحتسب على الله أن يكفر السنة التي قبله والسنة التي Və o da xəbər verib ki, sallallahu aleyhi ve sellem ki, Arafa günün orucu 2 ilin günahlarına kəffarədir. Birisi ötən ilin günahlarına kəffarədir, ikincisi isə növbəti ilin günahlarına kəffarədir. Allah Şeyx İbn Hüseyminə rəhmət eləsin və bizi bu mübarək gözəl günləri gözəl şəkildə keçirməyə müvəffəq eləsin. Elə Şeyx dediyi kimi salih əməllərdə ictihad etməyə müvəffəq eləsin. Həqiqətən də kim eləyə bilirsə, kim salih əməllərdə ictihad eləyə bilirsə, oruç tuta bilirsə, çoxlu Quran oxuya bilirsə, çoxlu namaz qıla bilirsə, sədəqə verə bilirsə, məxluqata yaxşılıq eləyə bilirsə, bütün bunlar Allahın müvəffəqiyyəti ilədir. Ona görə də Allah Taala'dan müvəffəqiyyət istəyirik ki, Allah Taala bizi də müvəffəq eləsin bu mübarək əzəmətli günlərdə salih əməlləri artıraq ictihad edək. Velhamdülillahi Rabbil ələmin.